Bəzən bədənimizdə adi bir ağrı olduğu zaman dərhal bu hər hansı bir ciddi bir xəstəliyin əlamətidir kimi daimi təkrar olunan düşüncələr olursa, bu adi bir qorxu yox, hipoxondriya kimi adlanan psixoloji bir problemin əlaməti ola bilər. Hipoxondriya ciddi xəstəliyi olduğuna dair tibbi əsası səbəbi olmayan, daimi narahat edici, təkrarlanan düşüncələrin olmasıdır. Hipoxondriyadan əziyyət çəkən insanlarda orqanizmdə olan hər hansı bir kiçik bir simptomu ölümcül, ciddi bir xəstəliklə əlaqələndirir adətən bu insanlar. Məsələn, baş ağrısı olur, bunun beyin şişi ilə əlaqəli olduğunu düşünür. Həmçinin bu insanlar gün ərzində vaxtlarının çox hissəsini internetdə xəstəliklər haqqında araşdırmalara daha çox sərf edirlər. Tez-tez həkimlərə müraciət edirlər, analizlərdən, müayinələrdən keçirlər. Həkimlərin sən sağlamsan deməsinə baxmayaraq, bu insanlarda rahatlama hissi olmur və həkimə qarşı inamsızlıq olduğu üçün təkrar başqa həkimlərə müraciət edir. Hipoxondriya sadəcə qorxu deyil, zehni sağlamlıqla bağlı olan bir problemdir. Əgər bu xəstəlik barəsində olan düşüncələr gün ərzində daimi olaraq təkrar olunursa, gün ərzində əhval-ruhiyyənizə təsir edirsə, bu simptomlar özünüzdə və yaxud da ki, ətrafınızda tanıdığınız bir insanlarda varsa, o zaman vaxt itirmədən psixiatra müraciət etmək lazımdır və müalicə almağınız tövsiyə olunur.